Salam dostlar. Səsli Düşünürük 3-cü podkastına xoş gəldiniz. Bugün bizlə birlikdə Aytaçdır. Salamlayırıq hər birinizi. Və bugün ilk dəfədir qonağımız var. Bəli. Aydan Yusuf bizimlədir. Çox şərəf duydum. Əslində qaldı o şərəf bizə aiddir. Çünki bu günə qədər həmişə sən idin bizi verilişinə dəvət edib və müxtəlif müzakirələrdə iştirakımızı belə deyək, təmin edən. İndi səni həqiqətən qonağımız olaraq qəbul etmək bizim üçün, şəxsən mənim üçün qürurdur yəni. Çox çətindir qonaq kimi. Elə? Studiyada əyləşmək. Məncə yeni şeydir. Çox da böyük bir fərqi Ola yoxdur. bilər. Görək indi nə Əsas suallar. Sən ki eləyirdin bizə. Sıxışdırıcı. Başqa suallar yazırdın. Yox, mən indən belə sıxışdırmağa başlayacağam. Ona da imkan vermədilər. Bəlkə də elə səbəb o idi ki, heç kimi sıxışdırmır. Bizi düşündülər. Sağ olsun hökumətimiz. Təşəkkür Siz heç vaxt sıxışdırılmağa qarşı çıxmırdınız. Əslində yəni açıq olan və açıq olmayan tərəflər var. Kim açıqdır, kim açıq deyil. Bu tənqidə onu da yəni yaxşı görür ictimaiyyət məncə. O media ilə ünsiyyəti belə deyək kəsən tərəf bu gün medianın tamamilə susdurulmasını istəyir. İndi yəqin o haqqda danışacağıq bu gün. Əsas hansı mexanizmlərdən istifadə edərək bunu etməyə çalışır. Onu danışacağıq əlbəttə. Bizim bugünkü mövzumuz tamamilə media haqqındadır. Aydan bu arada iFact-ın jurnalistidir və ondan əvvəl də Radio Marneo'da tanıyırsınız, illər ərzində icmalı aparırdı. Çox ağırlı yerdir mənim üçün bu. Elə. Və bunu yəni rahatlıqla deyə bilərəm. Mən çox yerdə demişəm ki, mənim üçün Aydan bu icmanın yetişdirdiyi, yəni top jurnalistlərdən biridir. Ona görə də mən əminəm ki, bu gün o əngin təcrübəsini bizimlə məsuliyyət hiss elədim hal-hazırda. Bəli, əlbəttə ki, şübhəmiz yoxdur bundan bağlı. İlk başlayaq. Məncə mediayı biz tam dərk edə bilmirik. Nədir media? Yəni icma bəlkə tam şey edə bilmir. Nədir media? Niyə lazımdır ümumiyyətlə? Bu belə bir şey var idi. Mən məsələn uşaq vaxtı olanda medianı təsəvvür edirdim. Ekranda kamera qarşısında danışan adam, diktor idi. Onu mən bütün media o diktorun simasında mən təsəvvür edirdim ki, bax elə odur, jurnalistika ondan ibarətdir. Və məhz o ekran parıltısına belə həvəslənərək uşaq vaxt deyirdim ki, jurnalist olacağam. Sonra bir növ belə bu işi inada gətirmək deyirlər də, elə bir şey alındı məndə ki, yox, mən jurnalist olacağam. Və universitetə qəbul olanda elə ilk leksiyadan başa düşdüm ki, çox yanlış təsəvvürüm var imiş mənim media haqqında və bu gün bizim icmanın media ilə bağlı təsəvvür elə mənim o vaxtki təsəvvürüm səviyyəsində qalıb deyə bilərəm. Çünki indi də icma düşünür ki, elə media nə bilim bəzənib düzənib ekran qarşısında danışan adamlardılar. Nədir ki, onların heç bu danışırlar. Amma indi də görmüşəm, məsələn, bəzən mən çox düzdür, Radio Marneo'dan əlavə iFact-da biz sırf onlayn media olduğuna görə ekranda çox görünmürük, amma bəzən tədqiq elədiyimiz materiallarla bağlı müsahibələr veririk də bu mərkəzi televiziyalara və kimlərsə görür məni o ekranda və mən hatırlayıram ki, səni televizorda gördüm. Və yəni heç vaxt mən görməmişəm ki, o televizorda gördüm, bundan danışırdın desinlər. Deyirlər, səni televizorda gördüm. Vəssalam, orada bitir tema. Görünməkdir məsələ. Amma məsələn sonra mən tədris prosesində universitetdə, daha sonra da elə belə deyək, bu peşəkar jurnalistika ilə məşğul olanda və iFact-da araşdırmalar eləyəndə başa düşdüm ki, çox dərindir media deyilən bu anlam. Yəni ilk növbədə təbii ki, media yəni əslində bu əvvəl belə idi də, media əvvəl sadəcə mediator rolunu oynayırdı. Yəni mövcud olan informasiyanı auditoriyaya ötürən bir funksiyası var idi. Amma indi o mediator rolu qalxıbdı. Əslində daha belə deyək, fərqli və dərin rolu var medianın ki, yəni məsələn gücü əlində güc olan insanlara nəzarət etmək ən böyük funksiyasıdır medianın.
daha sonra nə bilim insanların həyatına təsir edən qanunların, önəmli qərarların verilməsinə nəzarət etmək kimi bir önəmli bir funksiyası var medianın. Və yaxud da məsələn insanların gündəlik həyatlarında qarşılaşdığı problemləri və onu doğuran səbəbləri araşdırmaq və belə deyək, gündəmə gətirmək kimi bir funksiyası var. Bu dərin şeyləri, funksiyalarını biz çox vaxt görmürük. Elə bilirik ki, media 3 qız da oturdular, danışdılar və salam da. Yəni amma nədən danışılır orada? Hansı məsələlərə toxunulur? Necə toxunulur? O məsələlərin kökündə nə dayanır? Bax bunu göstərir bu gün peşəkar media təbii ki. Yəni hər nə qədər biz desək də ki, sosial media ənənəvi medianın funksiyalarını əlindən aldı və ehtiyac yoxdur, amma peşəkar mediaya hələ də ehtiyac var və uzun illərdə bu belə qalacaq. Bəli Aydan, indi dediyin şeydən irəli gələrək hətta Gürcüstanda son dövrləri götürsək, bir neçə belə deyək, ajiotaj yaradan mövzular olmuşdu, hansı ki, media ortaya çıxartmışdı. Məsəl üçün sizin üstündə işlədiyiniz kameralar məsələsi və yaxud da ki, başqa verilişlərdə dövlət, belə deyək, rütbəli şəxslərin korrupsiya məsələlərini onu görürük ki, media ortaya çıxardandan sonra, araşdırandan sonra bu mövzuda hər hansısa bir nəsə bir qanuni addımlar atılır. Əslində bizə də keçirilən oydu da universitetdəki media, nə bilim, hakimiyyətin başqa bir qoludur, hansı ki, nəzarət edilir sadəcə. Amma Meotxe xeli supla deyir. 4-cü hakimiyyətdir, hansı ki, başdan ayağa bütün bu şeylərə, bu proseslərə nəzarət edir. Və əlbəttə biz burada media deyəndə İMEDi kimi mediayı nəzərdə tutmuruq, hansı ki, pozitiv kimi mediayı nəzərdə tutmuruq, hansı ki, birbaşa hökumətin propagandasını aparır. Burada söhbət əlbəttə azad mediadan gedir, hansı ki, doğrudan da nəzarət eləyə bilir hökumətə qorxmadan, çəkinmədən. Bu belə idi. Yəni bu günə kimi biz Gürcüstanda azad media var idi. Bəyənirdik, bəyənmirdik. Bizim özümüz də bəzən nələrsə bəyənmirdik, kritika. Çox normaldır. Əslində yəni media öz inkişafına yeni başlamışdı. Elə Gürcüstanda da, bizim icmada da yeni bu müstəqil, balanslaşdırılmış informasiya təqdim edən peşəkar media fenomeni çox yenidir elə Gürcüstanın özü üçündə. Məsələn, araşdırma mediası tamamilə yeni bir sahədir. Baxmayaraq ki, yəni misal üçün çox illər əvvəl, hardasa 15-16 il bundan əvvəl studiya monitor yaranmışdı. O araşdırma mediasının deyə bilərik ki, Gürcüstanda əsasına qoyubdu. Amma məsələn bu istiqamətdə barmaqla sayılacaq qədər medialar işləyirdi, amma indən belə bütün bunların hamısı artıq sual işarəsi altında qalır. Məsələn, biz özümüz IFAQ-da nə bilim, yəni deyə bilərik ki, inersiya ilə davam edirik və bu inersiya 1 ay, 2 ay, maksimum bəlkə də 3 ay davam edə bilər. Çünki sistem var idi, o sistem aradan qalxdı. Elə ardıcıllığı pozmayaq, davam edək. İndi medianı hansı təhlükələr gözləyir, ondan danışaq, medianın əhəmiyyətindən danışdıq. Deməli, bu yaxınlarda 2 qanun layihəsi, daha doğrusu yayım haqqında qanuna dəyişikliklər edilir, bu müzakirə olunur, hansı ki, medianı təhlükəyə atır. Birincisi maliyyə ilə bağlıdır, hansı ki, birbaşa xarici ölkədən maliyyə almağı qadağan edir. Və ikincisi də ikincisi daha çox içəriklə bağlıdır. Deməli, bu içəriklə bağlı nəzarətdən gedir. Senzura da deyə bilərik əlbəttə. Bu günə kimi Gürcüstanda necə idi? Deməli, bir var idi ki, jurnalistlər etika kartiyası, hansı ki, nəzarət edirdi. Nəzarət edir deyəndə onların müəyyən prinsipləri var idi. 11 prinsipi var idi. Bəli, peşəkar media məhsulunun pozmamalı olduğu 11 əsas prinsip var idi. Və bu medialar bura üzv olurdu. İmzalayırdılar ki, biz bu prinsipləri qəbul edirik və sən izləyici hansısa bir prinsipin pozulduğunu görsən deyəndə bu da müzakirəli məsələdir da, heç vaxt belə şey deyil. Əgər düşünürsənsə, gedirdin kartiyaya müraciət edirdin. Kartiya üzvləri vardı, hansı ki, jurnalistlərdən ibarət idi.
və oturdular müzakirə edirdilər. Hər iki tərəf deyək ki, kanal da orada olurdu, tərəfsiz jurnalistlər olurdu və kimin ki bir şikayət var idi, o adam da orada olurdu və oturdular müzakirə edirdilər ki, bu niyə pozuntudur, niyə pozuntu deyil. Bu bir növ özünü nizamlama mexanizmi idi ki, və bu jurnalist üçün də çox böyük yəni şey idi ki, mənim deyək ki, hazırladığım məhsul da bir pozuntu təsdiqləndi. Sonra bu yayılırdı bu məlumat ki, deyək ki, jurnalistik etika kartiyası filan məhsulda, nə bilim, xəbərdə, süjetdə hansısa bir pozuntu təyin elədi. Bu da yayımlanır və bu bir şəkildə yəni jurnalist üçün imicinə zərər verən bir şey idi və heç bir jurnalist məsələ biz də istəmərik ki, burada səhv eləmişəm, burada nə bilim gizlilik pozulub, uşaq hüquqları pozulub, hansısa diskriminasiya həvəsləndirilib, maddəsi pozula bilər. Elədir. Yəni bir media məhsulu hazırladıqda orada müəyyən tərəflər olur da, məsəl üçün və balanslı media və yaxud da nə bilim peşəkar media bu balansa diqqət yetirir ki, məsələn bir məsələnin iki tərəfini təmsil edən, hər iki tərəfini təmsil edən insanlar o media məhsulda əhatə olunmalıdır. Bəzən olur ki, tərəflər bir-birlərinə qarşı və yaxud da jurnalistin qərəzliliyi ilə bağlı qərəzli olduğunu iddia edirlər və bunu indi bu günə qədər etika xartiyasına müraciət edirdilər. Etika xartiyası Azərbaycanda düz xatırlayıram. Və müraciət edirdilər, bəli, orada da müzakirə olunurdu. Həmin müzakirə nəticəsində müəyyən olunurdu. Bəli, hər hansı bir maddə pozulmuşdusa, həmin maddənin pozulmasından bağlı daha sonra komissiya qərar çıxardırdı. Bəli, indi necə olur? Deməli, ikinci bir paket hazırlanır, müzakirə olunur. Bu odur ki, artıq bu məsuliyyəti eyni zamanda kommunikasiya komissiyasına verilir. Yəni hansısa bir pozuntu varsa bunu kommunikasiya komissiyası təyin edəcəkdir. Hansı ki bilirik ki, çox tərəflidir. Yəni o etika kartiyasının şeyi o idi ki, etibarlılığı oradan ibarətdir ki, orada üzvlər demək ki, hər il demək olar ki, dəyişirdi, tez-tez dəyişirdi, müxtəlif medialardan idi və mənim ağlımda heç bir sual yox idi. Mən də müraciət edirdim ara bir. Heç bir sual yox idi ki, bu insanlar hansısa bir tərəfi təmsil edirlər. Amma indi hazırdakı kommunikasiya komissiyasına bağlı biz bunu deyə bilmirik. Çünki tamamilə tərəflidir. Kommunikasiya komissiyası dövlət strukturudur və onun gərəksiz bir mühakimə yürüdəcəyinə heç kim ehtimal vermir hal-hazırda. Hazırki məsələn hakimiyyətin şərtləri altında. Bəli, və burada mövzu odur ki, əgər ki deyək pozuntu təyin edilərsə, təsdiq edilərsə, yayımçıya bu komissiya cərimə qoya bilər, maliyyə cəriməsi. Bu ola bilər ki, 0,5% olsun, gəlirin, illik gəlirin 1% və yaxud da 3% olsun, dayandırmaq və yaxud da ki, yayımçının lisenziyasını ləğv edə bilər və bu media üçün bugün çox böyük təhlükədir. Elədir. Yəni sən necə təyin edə bilərsən ki, komissiya hansı ki açıq deyil, şəffaf deyil, necə təyin edə bilərsən ki, gəlib sənin lisenziyanı dayandırmayacaq? Yəni heç bir qorunma mexanizmin yoxdur. Nə bilim, sənin dediyin hansı məlumatı, hansı prinsipi pozduğunu necə təyin edilməlidir? Yəni bu açıq deyil. Məsələn, etika xartiyasında bir də o şey var idi ki, açıq idi. İstənilən şəxs, maraqlanan şəxs bəli iştirak edə bilərdi müzakirələrdə. Tamamilə razıyam. Həm də məsələn bu şuranın fəaliyyəti ilə bağlı da bir sıra məsəl üçün indiyənə qədər araşdırmalar, media araşdırmaları təqdim olunubdu ki, müxtəlif məsələlərlə bağlı necə mürəkkəb və qərəzli qərarlar qəbul edib, yoxmu? İndi həmin media özü o komissiyanın belə deyək müzakirə obyektinə çevrilir. Yəni o qədər bu indiyə qədər yəni media Gürcüstanda azad söz prinsipi altında özünə nəzarət mexanizmi ilə fəaliyyət göstərirdisə, indi bir nəzarətçi təyin olunubdur. Yəni məsələn biz indi burada danışırıq. Bizim danışdığımız, ifadə etdiyimiz təbii ki, indi mauqəbəli yayıma çıxmır. Yəni onlayn yayım hələ ki daxil deyil. Sırf tezliyi, yayım tezliyi olan medialar bu hal-hazırda bu
qanunla nəzarət altındadırlar, amma heç kim bunun digər sahələrə də şamil ediləcəyinə şübhə eləmir. Digər tərəfdən də məsələn biz bilirik ki, yəni əgər biz indiyənə qədər öz materiallarımızda 100% sübut edə bilmədiyimiz, amma əmin olduğumuz və yəni məsələn bəzi məsələlər var ki, məsəl üçün də, yəni kiminsə rüşvət verdiyini sən gözündən görə bilməzsən də, yəni rüşvəti heç kim belə göz önündə vermir. Məsələn, adətən peşəkar media bunu necə göstərir? Deyir ki, məsəl üçün bu vəzifəli şəxs filan qərəzli qərar qəbul elədi və bu qərardan əvvəl həmin vəzifəli şəxsə bu qədər torpaq sahəsi məsəl üçün hədiyyə olunubdu da və yaxud da həmin qərarı qəbul edən şəxslə əlaqəli bizneslə bağlı hansısa vergi belə deyək əfv olunubdu, silinibdi, yoxmu? Və bunu artıq birləşdirirsən ki, hə, yəni bu qərarın arxasında bu razılaşma dura bilər. Və bunu biz yəni belə deyək də əlaqəli fakt olaraq göstərirdik. Amma indi deyir ki, sən onu əgər bu şəkildə təqdim edərsənsə, yəni böhtan sayılacaq. Bu böhtan sayılacaq və bu böhtana görə həmin tərəf məni məhkəməyə şikayət edə bilər. Amma bu gün ümidi çox mənasızca bir böhtan atdı bu gün. Sabacikyanın işinlə bağlı. Sadəcə mən o şeyi göstərmək istəmirəm. Efirdə o ümidinin narrativini daha da yaymaq istəmirik əlbəttə biz, amma Sabacikyanın işinlə bağlı onun hansısa bir soyuq silah daşıdığını iddia etdilər, hansı ki, yəni yoxdur elə bir şey. Heç işin işdə, yəni məhkəmədə elə olsaydı, əminəm ki, Gürcü Arzusunun məhkəməsi bu fürsəti əlindən qaçırtmazdı və mütləq o işdə olardı. Montaj olduğu ortaya çıxdı. İşdə heç bir şey yoxdur və Post TV də yenə hökumət mediası sayılan Post TV də AI ilə düzəltmişdi bir şəkil, hansı ki, orada da Sabacikyanın əlində bıçaq vardı. Amma biz əminik ki, İmediyə, Post TV heç nə olan deyil. Biz 100 dəfə də şikayət etsək, nə də etsək, yəni bu sistem tamamilə onların əlindədir. Yəni əslində burada məsələ belədir ki, əgər biz etibar edə bilsəydik bu hökumətə, çox da narahat olunacaq bir şey olmazdı bəlkə də ki, əmin olardıq ki, nələrsə kontrol altındadır, nə bilim, səhv məlumat yayılmır, kiməsə şər atılmır. Amma biz bilirik ki, bunun bir dənə məqsədi var. Mediaları susturmaq, hansısa böyük mediaların lisenziyasını dayandırmaq, cərimə qoymaq onlara və ümumiyyətlə azad medianı susturmaqdır. Biz budur yəni məsələ. Bəli, çünki yəni avtoritar və yaxud da qeyri-demokratik rejimlərdə, nə bilim, mən idarə etmə sistemlərində media hər zaman ilk hədəf olur. Bunu biz nümunələrini qonşularımızda çox görmüşük də, yəni uzağa getməyək. Məsəl üçün Azərbaycanı götürək, hamımızın çox yaxından bildiyimiz bir ölkədir və orada müstəqil medianın başına gətirilənləri, həbs atılan jurnalistləri biz çox yaxşı görürük, bilirik. Yəni 7-8 il iş verildi hər birinə demək olar ki. Və bunun səbəbi nədir? Səbəbi odur ki, yəni informasiya çox ciddi bir gücdür da hal-hazırda və informasiya nəzarət etmək, gücə nəzarət etmək deməkdir. Və bu medianın susturulması da buna xidmət edir ki, sadəcə rəsmi təbliğat mövcud olsun icmada və rəsmi təbliğatdan başqa alternativ informasiya mənbəyi mövcud olmasın. İndi deyirlər ki, yəni informasiya erasında yaşayırıq, biz bu necə mümkündür? Çox rahat mümkündür, bəli. Çox rahat mümkündür. Alternativ yaxşı mən demirəm ki, indi Gürcüstanda Çindəki kimi alternativ nə deyirlər ona, arama motorlu zat düzəldiləcək, amma çox məsələn elementar nümunəsini deyim də, hal-hazırda Gürcüstanda müxtəlif açıq məlumat bazaları var. Hardan ki, jurnalistlər, vətəndaşlar, xüsusilə də biz araşdırma jurnalistləri çox ciddi məlumatlar əldə edə bilirik. Məsələn, əmək bəyannamələri açıqdır, yoxmu? Rəsmi şəxslərin və biz əmək bəyannamələrində kimin neçə dənə ev aldığını, o alınan evin neçəyə başa gəldiyini, həmin şəxsin aldığı məvacibin o evi almağa şərait, yəni imkan verib vermədiyini çox rahat görə bilirik. Yoxmu? Hesablayırsan da elementar və bu bazada işləməklə biz bir çox belə də şübhəli məqamları ortaya çıxartmışdıq vəzifəli şəxslərlə bağlı. Ondan sonra məsələn var
nə bilim biznes reyestri var. Məsəl üçün əmək bəyannaməsində vəzifəli şəxsin gizlətdiyi biznesini biznes reyestrdə tapa bilirsən. Yoxmu? Və yaxud da var əmlak reyestri var, hansı ki açıqdır. Kimin adına nə qədər torpaq sahəsi var, nə qədər mülk var, hamısını biz yoxlaya bilirik. Və beləliklə ortada bir korrupsiya varmı, ortada bir nepotizm faktoru varmı, bunları göstərə bilirik. Və müstəqil medianın aradan qaldırılması daha sonra bax bu cür belə deyək dərin araşdırmaların ortaya çıxmasına mane olacaq. Yox, məsəl üçün indi biz öz nümunəmizdə deyim, məsəl üçün IFAQ-da biz nə araşdırırdıq? Saqarecoda məsəl üçün Qaraçöpdə, Düzəyrəm kəndində kəndin selsaveti kəndin 80 hektardan çox, 90 hektardan çox torpaq sahəsinə elə mənimsəmişdi ki, belə heç də, yəni qeyri-qanuni belə baxsan heç nə eləməmişdi. Amma biz orada cəmi bir ay yarım işlədik və məlum oldu ki, müxtəlif kənd sakinlərinin adına ya hədə qorxu gələrək, ya aldadaraq, məsələn, yaşlı bir qadını aparıbdı ki, sənə şəxsiyyət vəsiqəsi alaq. Qadın elə bilirdi ki, şəxsiyyət vəsiqəsi almaq üçün müraciət sənədinə qol çəkir. Əslində isə onun adına həmin kənd səlahiyyətlisi özünə torpaq qeydiyyat eləmişdi. Burada yəni məsələ o idi ki, o torpaqları o insanlar istifadə edə bilmirdi. Yoxsa kimsə mənim adıma torpaq registrasiya eləsə çox məmnun olardım. Müəllimənin adına torpaq qeydiyyatdan keçirmişdilər. Biz gedib soruşanda ki, müəllimədən bəs o plan yerdə sizin torpağınız var, xəbəriniz varmı? Sizdən eşitdim. Bizdən eşitdim. Nə böyük xoşbəxt. Xoş xəbər oldu. Yəni bu nə deməkdir? Hə, yəni sən bir kəndin əsas gəlir mənbəyi, kənd təsərrüfatı və yaxud da nə bilim maldarlıq olan bir kəndin onsuz da belə deyək, o torpaq reformasından sonra ciddi belə də çatışmazlıq yaranan bir kəndin 90 hektardan çox torpağını belə şeyə almışdı, nə deyirlər, hasarlamışdı və oraya kənd cəmiyyəti oradan istifadə edə bilmir. Əvvəllər isə o kəndin kollektiv istifadəsində olan bir torpaq sahəsi olmuşdu. Çox elementar bir şeydir də. Yəni məsələn bunu biz eləyə bilməyəcəyik. Misal üçün nə bilim çox önəmli bir qərar qəbul edilərkən parlamentdə, yəni fərqi yoxdur bu hansı siyasi partiyanın nümayəndəsidir. Məsələn, müxalif partiyanın nümayəndəsi nə gözlənilən qərarı çox önəmli bir qərar ərəfəsində saniyələr içərisində dəyişdirdi öz qərarını və Gürcü arzusunun nümayəndələrinin marağına xidmət edən bir qərar qəbul elədi və biz maraqlanmışdıq ki, nə ola bilər axı bunun səbəbi və aydın oldu ki, həmin qərardan 2 gün sonra Tiflis şəhər bələdiyyəsi həmin deputatın oğlunun və qardaşı oğlunun adına olan bizneslərə torpaq sahələri hədiyyə eləmişdi. Yəni hədiyyə eləməmişdi. Əslində orada belə uzun müddətli bir proses gedirdi və bir lariyada satmışam. Bir lariyə qeydiyyat eləmişdi. Yəni budur. Məsələn, o deyir ya, misal üçün ki, yəni sosial medianın olduğu bir dövrdə media informasiya yaranan deyil də, boşluğu yaranan deyil. Əslində görürsüz, məsələn, bu mənim işim idi ki, mən bununla maraqlandım və belə bir ciddi faktın üstü açıldı. Amma adi vətəndaş onu nə dərəcədə eləyə biləcək özü, o da çox ciddi suallar altındadır. Xüsusilə də bizim kimi icmada, harda ki, məsələn, məktəblərin vəziyyəti ortadadır. Vətəndaşların haqq hüquqlarını nə dərəcədə bildikləri ilə bağlı çox ciddi suallar var, yoxmu? Belə bir vətəndaşın gedib hansısa korrupsiya razılaşmasını, yəni korrupsiya necə idi Azərbaycanda? Rüşvət razılaşmasını araşdıracağını və bununla bağlı kimdənsə nəsə tələb edəcəyini düşünmək mənim üçün çox ciddi sadəlövhlükdür. Yəni ümumiyyətlə vətəndaşın nə qədər savadlı bir vətəndaş belə olsa, bu işlərin bəlli bir metodologiyası var və bunu jurnalistlər onların peşəsidir, yəni bu məsələni belə öyrənmək. Ona görə də
nə qədər belə çox hər şeydən bilən və vətəndaş düşüncəli olan insan belə ola bilsin ki, bir yerdə ilişsin və o təbii yolları ki, bu bilməsin. özü vaxt, resurs tələb edən bir şeydir və sən yəni misal üçün də tutaq ki, Tozunun vəzifəsi məktəbdə dərs vermə, müəllimlik etməkdirsə, o gedib onunla məşğul olmağa istəsə belə vaxt çatdıra bilməyəcək, yoxmu? Çünki biz ona görə deyək, məsələn, nəsə bir təşəbbüs qrupu müəyyən bir şeylə, nədir onun adı, motivasiya ilə, müəyyən həvəslə, çox məhdud bir zamanda bu işi görə bilər. Amma mən bu işi peşəkar səviyyədə görürəmsə, mənim vəzifəmdir ki, hər səhər misal üçün dövlət satın almaları saytına girim, yoxlayım, görüm hansı qurum necə satın alma həyata keçirib, nə qədər büdcə ayırıb və yaxud da 2 il bundan əvvəl etdiyi satın almanı yerinə yetiribmi? Yerinə yetiribsə hansı keyfiyyətdə edib? Bunun üçün hansı sənədləri yükləyib? O sənədlər məsələn tenderin daha əvvəldən qoyulan tenderin tələblərinə əməl, yəni üst-üstə düşürmü və s. Yəni biz bunu peşəkar səviyyədə bu işi görürük. İndi biz o işi görə bilməyəcəyik. Və artıq yəni çox məhdud resurslarla işləyirik. Niyə? Çünki Gürcüstanda media bazarı deyilən bir şey yoxdur. Yoxmu? Gürcüstan əhalisi nə qədərdir? 3,8 milyondur son siyahıya almaya qədər görə 2025-in yanvar ayına görə. Bu 3,8 milyonundan 6 yaş yuxarı deyək ki, media istifadəçisidir. Çox şey götürürəm də. Məsələn, 6 yaş yuxarını götürsək, o da hardasa nə bilim 80%-dən çoxunu eləyir əhalinin. Bu 80%-in yarısı da televiziya istifadəçisidir. Televiziyadan informasiyanı alır. Məsələn, onlar onlayn mediadan istifadə eləmir. Ayfaktın nə olduğunu bilmir. Radio Marneolini ya eşidib, ya eşitməyib misal üçün, yoxmu? Və bu 40%-in də götürəndə Gürcüstanda ümumiyyətlə də 18%-dən çox insan hal-hazırda vətəndaş, Gürcüstan vətəndaşı sosial yardım alır. Sosial yardım alan bir media istifadəçisindən, Ayfaktın oxucusundan mən donation necə istəyə bilərəm və yaxud da elə bir təcrübə yoxdur, elə bir praktika yoxdur ki, vətəndaş aldığı informasiyaya dəyər versin. Çünki biz aldığımız informasiyanı dərk eləməkdə belə çətinlik çəkiriksə, o informasiyaya dəyər verib və onun üçün aylıq ödəmə eləməyimiz çox absurd bir şeydir, yoxmu? Yaxşı, vətəndaş ödəmir. Vətəndaş abunəçilik sistemi Gürcüstanda çox sistemi yoxdur, yoxmu? Çətin məsələ. Bu yoxdur. Hardan maliyyələşməlidir bu media? Müstəqil olması üçün hardan maliyyələşməlidir, yoxmu? Yəni vətəndaşlar yəni məsələn Avropada bir ortalama bir vergi ödəyicisi öz maaşından müəyyən bir vəsaiti hər zaman informasiya aldığı, etibar elədiyi, güvəndiyi mediana şey eləyə bilər də, subscribe eləyə bilər, çox rahat o informasiya üçün pul ödəyə bilər. Ki, yəni mən məsələn biz görürük treyninqlərdə azadda ki, çox ciddi marketinq kimi baxırlar buna. Amma Gürcüstanda bu potensial yoxdur. Bu potensialın olmadığı bir şəkil, bir halda, yəni o yəni xarici maliyyə olmadan medianın ayaqda qalması çox ciddi yəni suallar doğurur. Bəli, biz də başlamışıq artıq, yəni nə bilim kampaniyalar aparırıq ki, vətəndaşlar köçürmə eləsinlər, nə bilim xaricdə yaşayan Gürcüstan vətəndaşlar. Amma biz bunu bu gün başlatmamışıq. İllərdir biz buna cəhd edirik, amma heç bir nəticə yoxdur. Ortalama bir araşdırma materialının araya ərsəyə gəlməsi üçün ən azı 3 ay vaxt lazımdır. Və orada 2 araşdırmaçı jurnalistin, bir redaktorun, nə bilim mən dizaynerin iştirak elədiyini də nəzərə alsaq, yəni 3 ay ərzində bu insanların maaşlarını da hesablasaq, yəni çox ciddi rəqəmə gəlib çıxır. Və bunu necə təmin edə bilər? Hansı crowdfundinglə təmin edə bilərsən? Yəni çox yaxşı. Deyək ki, maliyyə tərəfini qoyaq bir kənara da. Mən məsələn çox işləmişəm, necə deyirlər, həvəskar olaraq, hə. Çox işləmişəm. Yəni bir təşəbbüs qrupu. Məsələn, Gündəlik Gürcüstan səhifəsini biz 2016-cı ildən işlədirdik. Son 1 ildə bu baş verən hadisələrin fonunda həqiqətən fiziki olaraq vaxt çatdıra bilmirik ki, onu işlədə. Amma seçki qabağı yenə aktivləşdirəcəyik təbii ki. İşte həvəskar olaraq işləyək, yaxşı. Hamımız deyək, həvəskar olaraq işləyək. Yaxşı, mən araşdırdığım materialı sərbəst şəkildə paylaşa bilməyəcəmsə, buna hansısa Komkom nəzarət eləyəcəksə, bu media necə nə yazsın? Yəni güldən, bülbüldən nə qədər yazmaq. Ya da nə bilim mən
Yəni media sırf mövcud olan dövlət qurumlarının PR-na xidmət edən bir alətə çevrilir. Eyni ilə Sovet vaxtındakı da və yaxud da ki, Soveti boş verək. Azərbaycan indi bizim icma daha çox Azərbaycan mediasına bağlıdır, bir də türk mediasına da. Azərbaycan mediasını görəndə mən misal hər kəndə gedəndə televizora aktiv şəkildə baxırlar bizim ailəmiz və onu görürsən ki, konsertdən başqa bir şey yoxdur. Yəni insanlar 7/24 ya toydu, ya konsertdə. O əhalinin bir probleminin işıqlandırılması, orada nəsə bir kritik bir fikir eşitmək kimi bir reallıq yoxdur. Son periodlarda ən son xatırlayıram ki, onlarda da ANS var idi. Nisbətən biraz kritik şeyləri dilə gətirən və onu da ortadan götürdülər. Mən qısaca bir şeyə də istəyirəm eyni zamanda vurğu edək. Maddi sıxışdırmadan əlavə Gürcüstanda xüsusilə son aksiya periodunda ilə indinin özündə də onu gördük ki, xüsusi aqressiya var idi. Yeri gələndə xüsusi təyinatlar tərəfindən və yaxud da ki, tituşka deyilən insanlar tərəfindən canlı yayımda jurnalisti yəni hücum etmişdilər. Bəli. Bir neçə jurnalist. Çox da adi bir hücum deyildi yəni. Adam işini görən, o kadrları görən insan jurnalistin sağ qaldığına çox ciddi şübhə eləyərdi. Yəni o qədər dəhşətli bir hücum idi və o hücumu törədənlərin cəzalandırıldığını biz görmədik. Amma Laşkarova məsələsi də var da, Lex Laşkarova, hansı ki həyatda qalmadı. Bu gün yoxdur yəni. Dünyasını dəyişdi hücum nəticəsində. Yəni o qədər çətin bir vəziyyət yaranıbdı ki, həqiqətən illərlə bu partiyaya xidmət edən insanların həyatı belə təhlükə altındadır hal-hazırda. Məsələn, Rijvadzenin Tornike Rijvadze 7 il ərzində Acarıstan Avtonom Respublikasıdır, yoxsa necə adlanır Azərbaycan dilində bilmirəm. Yəni oraya rəhbərlik etmiş bir şəxs aprel ayında istefa verdi və ayın 7-sində gecə saatlarında özünə sui-qəsd eləməsi iddiası ilə xəstəxanaya yerləşdirildi. İndi də Türkiyəyə göndərilibdi. Yəni sağ qalıb qalmayacağı bəlli deyil adamın və iddia edirlər ki, özünə qəsd edib. Yəni çox absurd görünür. Orada da məktub nətər necəsə oldu. Sonra da cibindən məktub keçdi. Yəni belə çıxır ki, Gürcü Arzusu partiyasını tərk etmiş şəxslər cibində intihar məktubunla gəzir ki, hardasa beynim çönər, özümü öldürərəm məktubumla deyim ki, heç kimə şey qoymasın. Onu imediyə və yaxud ki, şeyə o qədər absurdlar yaşayırıq son aylar ərzində həqiqətən. Yəni mən jurnalistəm, yox, mənim işim budur. Mən özüm belə qəbul olunan qanunları şey eləyə bilmirəm də artıq, yəni. Yəni izləyə bilmirəm həqiqətən. Və mən hərdən biz iş yoldaşlarımızla danışanda deyirik, bir gün gəlib bizi tutub aparacaqlar, belə bir qanun deyəcəklər ki, onun qəbul olduğundan belə xəbərimiz olmayacaq və siz təsəvvür edin, sıravi vətəndaşı, yəni nə bilim Qardabaninin, Marneolinin, Saqareconun kəndində malla, heyvanla məşğul olan insanları nə böyük bir təhlükə gözləyir. Yəni sadəcə olaraq belə bir instinkt var hal-hazırda ki, yəni bunlar görünürlər, bunlar təhlükə altında, mən başımı salıb malımla, heyvanımla məşğul oluram, mən nə ayıra bilərəm. Yəni sabah orada elə bir sənin məsələn malını, heyvanını otardığın o torpaq sahəsinə elə bir mən biznesmen tamah salacaq ki, səni gecə ilə yox eləyəcəklər ki, orada səhər və sənin səsinə səs verəcək heç kim olmayacaq. Təəssüf ki, bizim icmada bunu dərk eləmək şeyi hələ ki yoxdur. Elə bilirlər ki, nə bilim jurnalistin nə bilim oradan xeyir götürür, nə bilim pul qazanır, ya nə bilim nəsə həqiqətən çox başqa təsəvvürü var bizim insanımızın bu gün mediaya və onu şeyini bilənmirik hələ ki. Bu media mənə ona görə lazımdır ki, sabah mənim başıma da bir şey gəlsə, haqsızlığa məruz qalsam, mənim səsimi eşitdirməlidir. Bir də biz büdcədən danışdıq. Aytət, sən sözün kəsdim, üzr istəyirəm. Büdcədən danışdıq, hansı ki deyirik ki, bu gün azad mediaların büdcəsi yoxdur. Çünki reklam məsələsi var. Normalda deyək ki, böyük televiziyalar bəlkə də reklamla müəyyən bir gəlir əldə edirlər, amma Gürcüstan bazarı o qədər kiçik bazardır həqiqətən. Çox. Yəni onlayn medianın reklamla ayaqda qalması məsələsi həqiqətən çox çətin məsələdir. Və yaxud da indi birazdan icma məsələsindən də danışacağıq. İcma məsələsini götürək. İcma mediası məsələsini götürək ki, icma mediası nə reklam çəksin, nə qədər kütləyə çatacaq ki, o biznes ona o qədər pul versin ki,
o media ayaqda qalsın. Yəni bunlar çox belə sadə riyaziyyatdır. Oturub hesablaya bilərik. Elədir. Həm də məsələn reklam belədir də. Yəni məsələn reklam alırsansa hər hansı bir biznesdənsə, baxsan o biznesin sənin regionunda yol verdiyi o yolsuzluqları da, nə bilim mən o qanunsuzluqları sən yaza bilməzsən. Çünki o sənin partnyorun sayılır artıq. Və məsələn olur, misal çox elementar bir şey deyim də. Misal üçün təsəvvür edin ki, mən Bolnisidə fəaliyyət göstərən yerli bir mediayam. Mənim ən böyük sponsorum RMC-dir. RMC orada kəndlərin altının üstünə gətirir. Mən onun haqqında heç nə yaza bilmirəm. Çünki RMC-nin reklamının ayaqda qalır. Sabah o reklam bir şeydir. Anlaşması dayandıracaq. iFact-da heç vaxt reklam qəbul etməmişik, edə bilmərik. Çünki yəni bütün biznes öz marağına xidmət edən bir yəni belə deyək də çox tərəfli manipulyasiyalardan istifadə edən, yol verən bir şeydir də, yəni qurumdur belə deyək. Yəni biznes üçün onun illik gəliri əsas hədəfdir, yoxmu? Onun hansısa qanun pozması çox potensialdır bir şey, qanun pozucusudur da biznes və mənim vəzifəm əgər o biznesin fəaliyyətini də araşdırmaqdırsa, vurduğu zərəri də araşdırmaqdırsa, o biznesin maliyyəsi ilə, verdiyi reklamla maraq toqquşması yaşanır. Çox ciddi toqquşma yaşanır və icmada vəziyyət daha çətindir. Yəni son illərdə yəni Azərbaycan dilli icmada çox ciddi bir mexanizm formalaşmışdı və bu mexanizm təbii ki, tam belə deyək də öz inkişafının pik həddinə çatmamışdı. Yavaş-yavaş oturuşmağa başlayırdı. Bu mexanizm nədən ibarətdir? Yəni mənim düşüncəmdə icma probleminin həll olunması üçün bir üçbucaq var da. Məsələn, burada dayanır yerli özünü idarə etmə, ortada dayanır o problem. Yerini özünü idarə etmədir bu problemə cavabdır. Misal üçün, nə bilim, infrastruktur məsələsi olsun, nə bilim mən hər hansı X bir problemi götürək də, yəni yerli, lokal səviyyədə. Ona cavabdeh olan yerli özünü idarə etmə var bir tərəfdə. Bir tərəfdə ona diqqət çəkən müxtəlif kampaniyalar həyata keçirən aktivistlər var idi və yaxud da qeyri-hökumət təşkilatları var idi. Digər tərəfdə də bütün bunları işıqlandıran, monitorinqini aparan bir media var idi, yoxmu? İndi bu üçbucağın iki ayağı yoxdur. Yavaş-yavaş. Hələ varıq dostlar. Yəni media olaraq təsəvvür edin ki, yoxdur da. Yəni təsəvvür edin ki, yəni əvvəlki qədər güclü deyilsən. Gəl onu etiraf et. Əvvəlki qədər sənin əlində resursun yoxdur. Yəni sən əgər əvvəl media kampaniyalara əsaslanaraq, özünün apardığı araşdırmalara əsaslanaraq yerli özünü idarə etmənin üzərində baskı yaradırdısa ki, bu problemi həll edər. Misal üçün qəzalı vəziyyətdə olan binanın nə bilim balkonunun uçması nəticəsində vətəndaş həyatını itirirsə, burada sənin məsuliyyətin var, yoxmu? Eyni hadisə bu gün də yaşandı Varnəvlidə. Görürsüz. Heç kəsə düzdür, bu dəfə heç nə olmayıb amma yenə eyvan. Çox normal bir şeydir. Çünki o vaxtda bizim icmalda da müzakirəmiz olmuşdu ki, Sovet vaxtı tikilən binaların 80% eyni təhlükə altındadır. Eyni təhlükə gözləyir o binalar. Çünki heç bir bərkitmə, heç bir yenilənmə işləri aparılmayıb, yoxmu? Nə bilim, o çox ciddi bir məsələ var idi. Marneolidə hal-hazırda da var o problem. Akelik şirkəti Azərbaycandan gətirdilər. Mənim araşdırmam var idi onunla bağlı ki, şeylə, yəni onlar Azərbaycanda hansı ciddi pozuntulara yol vermişdi. Sonra su ilə hansı əlaqələri var idi, dövlət şirkətidir də və bu əlaqələrdən istifadə edərək necə Gürcüstanda bu layihəni əldə etmişdi və regionların inkişafı Nazirliyi nə qədər vəsait ödəmişdi həmin şirkətə və həmin şirkət kəndlərin, Marneolinin özünün yollarını eşib tökmüşdü və o yol da düzəltmirdilər ki, su nə vaxt həll olacaq, sonra da biz yol düzəldək. Hal-hazırda da o problem qalır. Yoxmu? Sonra o şirkəti vəbşə çıxartdılar. Başqa şirkət gəldi, yenə də vəziyyət qalır ortada. İndi yəni bir müddət sonra həqiqətən bir dənə olacaq ortada məsələ, problem, o problemlə bağlı, problemə cavabdeh olan yerli özünü idarə etmə və bu tərəfdə yerli özünü idarə etmənin gördüyü işləri alqışlayan, nə bilim, PR eləyən media. Hakimiyyət mediaları. Əssalam. Yəni mən demirəm ki, məsələn,
indiyə qədər medialar bütün problemləri həll edə bilirdilər. Bir də çox yanlış bir funksiyası da ondan ibarət idi ki, yəni misal üçün gedirdin hər hansı bir məsələ ilə bağlı nə bilim araşdırma eləyirsən, müsahibə eləyirsən, deyir ki, düzəldəcəksinizmi bu işi? Yəni deyirsən ki, mən bunu düzəldə bilmərəm də, mən ancaq bunu işıqlandıra bilərəm ki, məsələn gündəmə gəlsin bu məsələ, müzakirə olunsun və yaxud da özlərində məsuliyyət hiss eləsinlər aidiyyatı qurumlar. Yəni təbii ki, aidiyyatı qurumdan da mövqeyini soruşursan sən bir media olaraq. İndi o da olmayacaq və o çox saylı məişət problemləri, nə bilim, kommunal məsələlər, sonra infrastruktur layihələri, Azərbaycan dilli icmaya qarşı olan diskriminasiya halları, sonra qadınların hüquqlarının tapdalanması, nə bilim mən, zorakılığa, məişət zorakılığa ilə daxili zorakılığa qurban olmaları. Məsəl üçün deyirik ki, biz həmişə danışanda deyirik ki, son 15 ildə nə dəyişibdi? Hə, məsələn, erkən evliliyindən bağlı irəliləmə var, yox? Biz deyirik ki, o qədər də hallar yoxdur, belə hallar yoxdur. Nəyin sayəsində yoxdur? Medianın sayəsində. Bu sahədə işləyən qeyri-hökumət təşkilatının nümayəndələrinin sayəsində, o insanların hüquqlarını bir qəpiksiz qoruyan, nə bilim mən, hüquq müdafiəçiləri sayəsində. Yoxsa hansı ciddi reform aparıldı ki, strukturlar tərəfindən bu məsələ ilə bağlı? Və yaxud da təhsil sektoru nə iş gördü? Yəni nə oldu? Mandator xidməti yaradıldı birdən. Onu da çox gözəl susdururlar. Media əgər işıqlandırmasa, mandatordan belə heç nə tələb edilmir. Bəli, əlbəttə bunu müzakirə eləyə bilərik də. Biraz qısa şey də eləyə bilərik əslində. Müqayisə eləyə bilərik, amma bir qısa bir şey deyirəm. Rəqəm demək istəyirəm burada. İctimai televiziyadan danışmadıq biz. O ki, pul məsələsini danışırıq ki, biz maliyyə tapa bilmirik və xarici donorlardan asılıydıq bu günədək və bu gün də artıq yeni qanunla xarici donordan maliyyə almaq qadağan edilir və biz məcbur qalırıq, bir çox media bağlanır, bir çox da artıq bağlanmaq üzrədir. Bu arada bizim Mauc xəbərində donasiya, yəni kömək etmə kampaniyamız var. Əgər istəsəniz, bizi dinləmək istəsəniz, bizə kömək edə bilərsiniz. Bunu da bölüşmüş olaq. Və ictimai televiziyadan danışmaq istəyirəm. İctimai televiziyanın deməli 2024-də də, 2025-də, 2023-də də eyni zamanda büdcəsi 101 milyon laridir. Baxın, bu 101 milyon lari həqiqətən böyük. Bizim cibimizdən verilən puldur. Və bizim cibimizdən verilən puldur, yoxsa hansısa özəl o məbləğin 2016-cı ildə səhv eləmirəmsə mən araşdırmışdım. 90 mini sırf etnik azlıqların dilində produktun hazırlanmasına yönəldildi. İndi o məbləğ artıb təbii ki, mən bilmirəm son şeyləri. Ola bilər. Hə, o məsələ də var. Buradakı məsələyi ayrı-ayrı toxunaq, itməsin bu məsələ. Çünki ictimai televiziya məsələsi çox önəmlidir. Hə. Niyə önəmlidir? Yenə bir də təkrar eləyək ki, özəl kanal kimdən nə alır, hansısa şirkətdən reklam alır, nə edir? Bir şəkildə özəldir. Biz ona ancaq pozitiv öhdəlik qoya bilərik, bəyənməyə bilərik, boykot eləyə bilərik ya nəsə. Amma ictimai kanal hamının kanalıdır və bizim vergimizdən maliyyələşir. Və ictimai kanalın öhdəliyi var ki, etnik Azərbaycanlılar, ermənilər və yaxud da digər qrupların öz dilində məlumat çatdırsın. Yəni bugün biz hər məsələmizin başlanğıcında deyirik ki, məlumat azlığı problemimiz var. Bunda razılaşırıq. Və alternativ olaraq da bugün Gürcüstanda nə var? Etnik azlıqların mediaları, onlayn medialar var. Bir də Radio Marneol var, hansı ki FM dalğı ilə radio tezliyinə çıxır. Amma televiziyamız yoxdur. Hə, və burada televiziyamız var, ictimai televiziya, hansı ki bizim cibimizdən maliyyə alır, amma nə edir? Bəli, çox ağırlı mövzudur. İctimai televiziyanın nizamnaməsində, yəni birbaşa qeyd olunubdur ki, ictimai televiziyanın ən böyük əsas vəzifələrindən biri etnik azlıqların iştirakı ilə etnik azlıqların dilində etnik azlıqlar üçün media məhsulu hazırlanmalıdır. Və bu sadəcə məsələn onlayn media
vasitəsilə olmalı deyil. Bu belə deyək də efirə getməlidir. Bu proqramlar, bu verilişlər, bu yəni və sadəcə orada Muambeni tərcümə elədim, 5 dənə süjet hazırladım da deyil də, yəni bildiyin Covid vaxtı olmuşdu. İştirak olmalıdır. Yəni o əsas prinsip orada nədən ibarətdir ki, yəni etnik azlıqlar özlərini Gürcüstanın milli televiziyasında görə bilsinlər. Həm qarşılaşdıqları problemlər orada əks olmalıdır, həm onların mədəniyyəti, dilləri ilə bağlı məsələlər orada öz əksini tapmalıdır. Yəni bir Gürcüstan vətəndaşı, qeyri-gürcü dilli bir Gürcüstan vətəndaşı ictimai televiziyaya baxdığında özünü orada görməlidir. Evet. Təmsil olduğunu görməlidir. Məsələn və bu da o qədər bərabər bölünməlidir bu resurslar ki, yəni vətəndaş hiss eləməməlidir ki, o hər hansı bir ayrı seçkiliyə məruz qalır. Yoxmu, ona efir ayrılığı ayrılmır. Bu yəni biz yarandı o ictimai televiziyanın nəzdində, yəni belə bir redaksiya yarandı harda ki, erməni və Azərbaycan dilində hazırlanmalıdır verilişlər. Əvvəllər var idi. Sadəcə bir veriliş var idi bizdə Muambet, həftədə bir dəfə. İndi də var, amma 0 reyting. İndi YouTube-a qoyurlar. YouTube-dur ancaq. Əvvəl televiziyaya çıxırdı. Həftənin 4-cü günləri saat 4-də hətta yadımdadır. Və 1 saat içərisində sadəcə ölkədəki xəbərlərə. Yəni qısa. Yəni amma mən ən azından onu xatırlayıram ki, ailecə gözləyirdik biz o verilişi ki, o ölkədəki olan hər zaman vəziyyətdən xəbərimiz olsun. Yəni o 1 saatı daha da artırmaq, daha da rəngarəngləşdirmək əvəzinə tamamilə götürdülər. İndi 5-6 dillik bir portalı var. Yəni o da yəni o veb saytlar heç cürə qarşılamır o tələbatı. Onlayn media ilə eynidir. Eynidir, hə, onda yəni hansı ki çox kiçik maliyyə tələb edir. Mənim maliyyəsiz gündəlik Gürcüstan etdiyini o qədər maliyyə ilə edir və rəsmi məsuliyyətlə edirlər. Covid vaxtı, qısaca onu deyim ki, Covid vaxtı çox maraqlı bir şey oldu. Yəni hətta yadınıza düşürsə ilk Covid halı Marneolidən olan bir qadında aşkarlanmışdı və bundan sonra artıq panikaya ciddi şəkildə söyləndi ki, məlumat Azərbaycan onda yadlarına düşdü ki, bizim böhran yaranmamış. Bunlara informasiya vermək lazımdır. Heç kimin ağlına gəlmir. Yəni böhran olanda deyirlər ki, bunlar başa düşmürlər. Gəlin 1-2 saatlıq bunlara nəsə tərcümə eləyək. Qoy şey olsun, məlumatlar olsun. Budur. Dövlətin bizim icmanı informasiya ilə təmin etmək siyasəti bundan ibarətdir. Və buna alternativ orada Radio Marneoli var, orada məsələn icmada fəaliyyət göstərən digər yerli medialar var və bu medialar olmayandan sonra, yəni efirə belə getmək, ona 1 saatlıq Muambenin ümidinə qalacaq icma. O da 1-2 dənə çəkdilər, yəni 2 dənə verilişi ayrı-ayrı çəkdilər. Bu 2 dənəyi sonradan aylarla bunu fırladılar. Yəni yeni bir şey çəkmək zəhmətində belə deyək göstərmədilər. Çox ağrılı bir durumda əslində. Belə baxanlar yazsınlar görə ictimai televiziyanın Azərbaycan dilli bölməsində nə baş verir? İzləyirlərmi ümumiyyətlə? Nə hansı proqramlar? Bəlkə biz bilmirik, gözümüzə görməmişik. Media ilə bağlı bir şey də danışaq. Deməli, bu yaxınlarda 30 iyunda 10 gündə artıq məhkəmələrdə çəkiliş qadağan edildi. Yəni bu da çox ciddi bir məhdudiyyətdir artıq media üçün. Və indi məsələn Azadlıq radiosu şey eləyir, hansı ki, nə bilim, ya yazırlar, orada kimsə gedir, məhkəmədə oturur, bəli, məhkəmədə oturur, şəkil çəkirlər AI-ın köməyi ilə ki, belə oldu, bunu baş verdi, çalışırlar ki, o cür çatdıralar, amma bundan əvvəl biz normal oturub evimizdən məhkəmə prosesini də izləyə bilirdik. Bu da ki, bir çox təşkilat da, yəni hamıda bunu bir mediaya nə bilim sıxışdırma, ictimai maraq olan işlərin media ilə, yəni yayımlanması, məhkəmə işlərindən gedir söhbət. Yayımlanması kimi bir praktika var idi. Ən son bu məhdudiyyət nə vaxt olmuşdu? Deyəsən keçən hakimiyyət periodunda sonlara yoxun, deyəsən onlar götürübmüş. Bunlar gələndə dedilər ki, şəffaflıq. Sonra gördük ki, niyə olur da? Məsələn, biz son məhkəmə proseslərindən olan canlı yayımlar nə göstərdi? Yəni müxtəlif onlayn medialar ədalətsiz getdiyini nə göstərdi? Yəni oradakı özbaşınalıqları göstərdi, oradakı məntiqsiz qərarları göstərdi. Nə bilim mən
vətəndaşlara qarşı mandat xidmətinin hərəkətlərini, zorakılığını göstərdi. Nə bilim mən qanunsuz elə məhkəmə zalındaca qanunsuz insanların oğurlanmağını göstərdi. Yəni bütün bunları geniş kütlə görməsin deyə məhdudiyyət qoyurlar. Hə indi bir nəfərin prosesdən oturub yazması hariyə, onu kadr olaraq göstərməsi hariyə bir halda ki, Gürcüstan əhalisinin dediyim kimi yarısı ən azından vizual informasiyanı vizual qəbul etməyə yönəlikdir. Bəli, bunda əslində bir də məsələ odur ki, məsələn biz bunu danışırıq, eləmi? Biz o bilsin bu şeyi paylaşana kimi, montaj edib paylaşana kimi təzə qanun da qəbul etsinlər. Yəni indiki vəziyyətin ağrılı olduğunu görürük. Bir də odur ki, həmişə qorxu içindəyik ki, yeni bir şeylər də gətirirlər, davamlı yeni məhdudiyyətlər gətirirlər. Bu da artıq çox təhlükəli bir hal almağa başladı. Artıq yavaş-yavaş düşünürəm ki, sonlandıraq podkastımızı. Aydana çox təşəkkür edirik bu zəngin təcrübəsini bizimlə bölüşdüyünüz. Bəlkə də sonuncu dəfə belə. Yox, mövzular deyil. İctimai danışa bilirik. Həqiqətən mən bu çox real təhlükədir. Yəni mən istəyirəm ki, bizi dinləyənlər də bilsinlər ki, çox ciddi və real təhlükədir. Mən məsələn hər dəfə elə bilirəm ki, qapımızı çalacaqlar və gəlib götürüb aparacaqlar. Niyə apardıqlarını da deməyəcəklər. Gedək bilərsən. Yəni çox ciddi təhlükədir bu. Nədir? Mən nəsə araşdırmışam, nəsə yazmışam, nəsə haqqında danışmışam və bu cinayət deyil. Yəni jurnalistika cinayət deyil. Bu bir peşədir. Necə ki, həkimin peşəsi var. Yəni xəstəni müalicə edib sağaltmaq, mənim də informasiyanı axtarmaq, əldə etmək və daha sonra onu auditoriyaya çatdırmaq mənim peşəmdir, yoxmu? Və sırf buna görə məsələn hər kəs bu dəqiqə bu işi görən hər kəs yəni böyük təhlükə altındadır. Müstəqil Gürcüstan tarixində ilk dəfə bizim həbsdə olan ona jurnalistimiz var. Yəni bu ilk qadın siyasi məhbusumuz eyni zamanda məsələ jurnalist. Nə deməkdir bu? Mən illər əvvəl biz Azərbaycandakı prosesləri işıqlandıranda deyirdik ki, dəhşətdir. Yəni və bu illər də doğrudan 7-8 il bundan əvvəl başlamışdı. Biz cəmi 2 ilin içərisində ölkə o vəziyyətə gəldi çatdı ki, yəni hal-hazırda 70-ə yaxın siyasi məhbus var və o proseslərdə o qədər zorakılıqlar törədildi güc strukturları tərəfindən, bir dənəsi də açıqlanmayıb. Nədə əllə tutulan bir dəlil yoxdur o insanlar hal-hazırda cinayət məcəlləsindən belə deyək qərar çıxarmaq üçün. Ziyanın məsələsində də misal üçün çox absurd bir şəkildə bir balaca şilləyə görə insan 4 ildən 7 ilə qədər həbs oluna bilər və ölkədə bu yaxınlarda indiki Daxili İşlər Nazirliyinin atası köhnə polis işçisi bir adama silah atır, vurur, yaralayır və adam həbsdə deyil. Adi aksiya zamanı polislərin bizi çox qəddar şəkildə bir nəfər belə o zorakılığı törədən polisləri dırnaq arası ədalət, yəni çox ciddi təhlükədir. Və biz görürük ki, yəni biznesə qarşı da tətbiq olunur bütün bu mexanizmlər, məhdudlaşdırıcı mexanizmlər. Sadəcə media, yəni biz deyəndə ki, media və yaxud da nə bilim vətəndaş sektoru təhlükə altındadır. Bu gün dolayısıyla vətəndaşa aiddirsə, sabah birbaşa vətəndaş öz gündəlik həyatında bunu görəcək. Yəni bu nə çox elementə mənim həmişə gözümün qabağına nə gəlir? Bilirsən, məsələn, jurnalist olmasam da və yaxud da nə bilim mən belə ictimai məsələlərlə maraqlanan, çalışan bir sahədə olmasam belə, yəni vətəndaş olaraq mənim həmişə gözümün qabağına gələn bir şey, bizim ailəmiz yaşayır burada. Sabah mənim nə bilim də hər hansı bir ailə üzvünün başına gələn hər hansı bir bədbəxt hadisədə mən çox rahat şəkildə dərk edirəm ki, hər hansı bir dövlət xidmətindən yararlana bilməyəcəksən də. Yəni ora gedib çıxır. Ədalət yoxdursa bir ölkədə, ədalətli mühakimə yoxdursa bir ölkədə, orada sabah, yəni yenə deyirəm, yəni mən tamamilə öz belə deyək də qınıma çəkilmiş yaşayan bir insan olsam belə, mən bunu çox rahat hiss eləyəcəm. Azərbaycanda mən bir rəfiqəmin qardaşını yol qəzasında maşın vurmuşdu və hadisə yerindəcə həyatını itirmişdi həmin şəxs. Və həmin qız çox belə qız idi, xaricdə zada təhsil almışdı. Bu günə qədər də yəni əlində kamera şeylərinin olmasına, görüntülərinin olmasına baxmayaraq
həmin şəxsin cəzalandırılmasına nail ola bilməyib. Və hər dəfə hər il qardaşının il dönümü gələndə onunla bağlı status yazıb paylaşır ki, yəni budur, baxın insanlar budur, kadrlar burdadır və bu insan cəzalandırılmayıb. Niyə? Çünki hansısa vəzifəli şəxsin nə idisə. Və bu çox real təhlükədir. Yəni hər zaman güc strukturları ilə vətəndaş arasında onların səsinin eşidilməsinə, onların birbaşa bu güc strukturlarının təzyiqindən qoruyan 2-3 mexanizm olubdur. Biri vətəndaş sektorudur, ikincisi şeydir, yəni bu hüquq müdafiəsində çalışan insanlardır, digəri də mediadır. Və bunun üçü də aradan qalxandan sonra o belə deyək, təzyiqlə, nə deyirlər ona? Yəni o özbaşınalıqla üzbəüz qalacaq. Və bundan əlbəttə ən çox zərər çəkənlər kimlər olacaq? Ən zəif qruplar olacaq. Yəni biz texnikallıqlar əmin olun ki, ən böyük zərəri biz çəkəcəyik və qısa biznes haqqında demək istəyirəm ki, məsələn, keçmiş hakimiyyəti ən çox demək ki, şey eləyəndə, eleşdirəndə deyirlər ki, biznesə çox böyük cərimələr qoydu, baskılar qoydu, təzyiq var idi. İndi elə Rijvadiyya məsələsində ən çox deyilən məsələ odur ki, Rijvadiyadan çox küllü miqdarda pul istəyiblər və o pulu gətirmədiyinə görə bu başına gəlib. Çünki Rijvadiyanın özünü mü öldürdüyü, özünü öldürməyə məcbur mu edildiyi, yoxsa onun kiminsə vurduğu hələ cəmiyyət üçün aydın deyil. Çox belə ciddi şübhələr var. İstintaqa da ümidimiz olmaması gərəkdiyini artıq biz bilirik. Yəni mənim heç bir şeyim yoxdur ki, biz bu məsələni son 1 il ərzində öyrənə biləcək ki, Rijvadiyanın başına nə gəldi. Bəli dostlar, bugün bu podkastımızı yekunlaşdırırıq. Mövzu ilə bağlı şərhlərinizi gözləyirik əlbəttə. Mən son balaca bir komment eləmək istəyirəm. Biz aydan bayaq qeyd etdik, ölkədə 70-ə yaxın siyasi məhbus var və onlardan biri məhz jurnalist qadın Ziya Oğlubeldir. Eyni zamanda düşünürəm ki, bizim cəmiyyət və bizim icma yetəri qədər məlumatlı deyil onun haqqında və yetəri həmrəylik göstərə bilmirik. Məhz bizim icmadan olan İnsaf Əliyev də bu siyasi məhbuslar arasındadır. Sadəcə ictimaiyyət olaraq fərqində olmalıyıq ölkədə olan bu mövzuların və bunun üçün də medianın nə qədər önəmli olduğunun fərqindəyik. Sadəcə çox istəyərdim ki, məsəl bu şəxsə qarşı xüsusi bir həmrəylik göstərək icma olaraq, sanki təəssüflər olsun, bugünə qədər hiss etmədim deyə bilərik. Görmürük, təəssüflər olsun ki, əlbəttə bizim həmrəyliyimiz bütün siyasi məhbuslara və eyni zamanda Ziya Oğlubel və İnsaf Əliyev. Sağ olun. Sağ olun.